günler azad olmuş xalqın çoxdan arzuladığı əmək bayramı günləri idi. Herkes öz tədrizini gözəl, abad görmək arzusuyla çalışırdı. Köşələrin daşla döşənməsi, xiyabanların asfalt edilməsi için bütün şəhər əhalisi çalışır. En kısa bir müddet içerisinde daş xiyabanlar asfalt ile örtüldü. Bu yollar bütün ülkenin qədəm qoyduğu ve sürətle ilerlediği yeni yolun rəmzidir. Aşıqlar İran-Azərbaycan şəhərlərində yanmağa başlayan elektrik ışığına söz qoşuldular. İlk aylarda Sarab, Salmas, Miyana ve birçok başka şehirlerde elektrik stasyonları işe sarıldı. Təşminə mağaz fabrikası işləmirdi. Təbrizdən qaçan sahibkarlar onu dağıtmışdılar. Onu işe salmaq için aylar lazımdı. Ülkede ise şahtalı qış günləri başlamışdı. Ordunu geyindirmək lazımdır. Azad əməyin gözəl qanunu vardır. Bir neçə ayda görüləcək işi bir həftədə ve bir neçə gündə də görmək olar. 8 saat ərzində dəzgahlar işe salındı. Ordu mağaz almağa başladı. Vətənpərvər kadınlar toxucu fabrikasında işləməyə gəlmişler. Bunların bəziləri hələ şadıralarını atmamışlar. Bu toxucu fabrikası yenicə tikilmiştir. Bu il içerisinde baş veren bütün hadiseler, görülen bütün işler, halkın hayatında tam bir yenilik idi. Bunların 8 ay içerisinde bildiğini düşünürken insan inanmak istenir. Yeni xəstəxanalar açılmışdı. İlk dəfəydi ki, xəstəxana xalq nümayəndələrini, bu sadə insanları qəbul edir və onlara şəfqət göstərirdi. İlk növbədə yaralı döyüşçülərə, qəhrəman fədailərə xidmət edilir. Azərbaycanlı kadın öz ana dilində təhsil almaq için ilk dəfədir ki, məktəbə gəlmişdir. Keçmişdə o, bunu ağlına belə gətirə bilməzdi. Ana dilində yazmaq, oxumaq, bu xalqın arzusu idi. Bu A hərfidir. Əlifbanın ilk hərfi. Xalqın ən əziz, ən qiymətli hesab etdiyi ki, 3 gözəl söz bu hərflə başlayır. Azadlıq, ana, Azərbaycan. Adın. Adın burada hər nə üstə yazılıb. Adını hər nəyin üstə görürəm. Hər yazının ilki A yazılanda, oxumadan onu adın bilirəm. Mənim gözlərimdə güzgüyə dönüb. Bəlkə də güzgülər səni göstərir. Elə bil dünyada hər adlar gedib, ya səslər tək səni mənə göndərir. Allah'ın adında, ana adında, atalar çəkdiyi əzablarında, bütün dərdlərimdə, ağrılarımda, istidə, soyuqda, qarda, yağışda sənlə isinirəm, hey üşüyürəm. Hər yerdə mən təkcə səni görürəm. A yazılan sözə anlam daşıyan, ay pozulan elə qurur paylayan. Görəsən, tək bir gün fikrim sənsiz, nəfəslərim sənsiz alınacaqmı? Yoxsa sən olmasan, son nəfəsim də A deyib boğulacaqmı? A yazılan sözə anlam daşıyan, ay pozulan elə qurur paylayan. Görəsən, tək bir gün fikrim sənsiz,
nəfəslərim sənsiz alınacaqmı? Yoxsa sən olmasan son nəfəsimdə a deyib boğulacaqmı? Günbəgün silinir adın hər yerdən. Dilin unudulur körpə illərdən. Boyun qıssalaşır, hey bölünürsən. Amma gözlərimdə lap əzəl gün tək, hələ də lap uca sən görünürsən. Bir paltar yaraşır şax qamətinə. Sən paltara layiq paltarın sənə. Harda yaraşıqlı insan görürəm, deyirəm ki o da vurulub sənə. Paltarın adın tək A başlanmaqdır. Adı özgürlükdür, azad olmaqdır. Adını daşıyan təkcə bir qarış topraq yer üzündə hələ qalırsa, demək ucalarsan, uca qalarsan. Dünyanın dəngəsi, dünya böyücü, dünya məhv olunca sən yaşayarsan. Ay mənim A sözlü, ay anam vətən, ay atalar yurdu, ay ata vətən. Azərbaycan adın, vətənim payım, başlanış, qurtuluş, cənnət sarayım. Sənin qucağında ölməyə nə var? Əsli sevgisi tək, yanan kərəm tək, alışıb, kül olub, sönməyə nə var? Tarixdə nağıla dönməyə nə var? Ay mənim A sözlü, ay anam vətən. Üstün bildim bu dünyada hər nədən. Yol xəritəm, yaşam tərzimsən vətən. Səlamım arcan bu yolda güllədən. Al bayrağın dalğalansın qanım mən. Yaşayıbsan, yaşayarsan ey vətən. Saçan bir nur səslir bizi zirvədən. Dağ da sənsən, nur da sənsən ey vətən. İçdiyim andımda dayanmışam mən. Əzəl sözüm, əbəd sözümsən vətən. Mən söhbəti yoxdur, özümsən vətən. Adını daşıyan təkcə bir qarış topraq yer üzündə hələ qalırsa, demək ucalarsan, uca qalarsan. Dünyanın dəngəsi, dünya böyücü, dünya məhv olunca sən yaşayarsan. Ay mənim A sözlü, ay anam vətən. Ay atalar yurdu, ay ata vətən. Azərbaycan adın, vətənim payım, başlanış, qurtuluş, cənnət sarayım. Sənin qucağında ölməyə nə var? Əsli sevgisi tək, yanan kərəm tək, alışıb, kül olub, sönməyə nə var? Tarixdə nağıla dönməyə nə var?